Salam, hər vaxtınız xeyir olsun. Bugün ağızda ovulan, yuyub yumuşaq bir xəmirlə həm kətə, həm də mütəkkənin hazırlanmasını bölüşürəm. 5 stəkan onun üzərinə qabartma tozu, duz, vanilin əlavə edib quru ərzaqları qarışdırıram. 300 qram soyuq kərə yağını rəndədən keçirdirəm. Unla yağı umaç halına gətirirəm. Üzərinə 300 qram xama 2 ədəd yumurta əlavə edirəm. Yumurtanın bir sarısını üzəri üçün ayırmışam. Xəmiri yoğurmuram. Umaç birləşənə qədər toparlayıram. Xəmir hazırdır. 3 kündəyə ayırıram. 2 kündəni kətə edəcəm. 1 kündəni isə mütəkkə. Kündələr hazır olduqdan sonra üzərini örtüb 1 saat soyuducuda gözlədirəm. Umaç hazırlayıram. 2 stəkan un, 2 stəkan şəkər tozu qaba əlavə edirəm. 1 xörək qaşığı hil əlavə edib quru ərzaqları qarışdırıram. Üzərinə 200 qram soyuq kərə yağını rəndədən keçirdirəm. Bunları umac edirəm. Umac hazırdır. Kündəni də 1 saat soyuducuda gözlətdikdən sonra başlayıram hazırlamağa. Kündəni unlayıb yayıram. Bu böyüklükdə yuxanı yaydıqdan sonra biraz əlimlə dartıb uzadıram. Üzərinə də hazırladığım umaçdan əlavə edirəm. Rulet şəklində bükürəm. Üzərindən basıb düzləşdirirəm. Üzərinə də yumurta sarısıyla süd və bitki yağı qarışımı çəkirəm. Yumurtaladıktan sonra şirniyyat kəsənlə dilimlərə ayırıram. Yağlı kağız sərdiyim soba listinə düzürəm. Öncədən isitdiyim 180 dərəcəlik sobada 25-30 dəqiqə bişirirəm. Kətə bişənə qədər mütəkkəni hazırlayıram. Mütəkkə üçün də 1 ədəd kündə ayırmışdım. Kündəni unlayıb olduqca böyük yayıram. Mütəkkənin yuxasını da bu böyüklükdə yaydıqdan sonra üzərinə umac əlavə edirəm. Umacın üzərindən oxlovla basıram ki, xəmirə biraz yapışsın. Hazır olduqdan sonra 20 hissəyə ayırıram. Bükürəm. Üzərinə yumurta sarısı çəkib 180 dərəcədə 25-30 dəqiqə bişirirəm. Bərəkətli, yumuşaq, ağızda ovulan kətə və mütəkkə hazırladım. Kətəni bəs siz hansı içliklə sevirsiniz? Qozlu və ya umaclı? Şərhlərdə fikirlərinizi bölüşsəniz çox şad olaram. Yeni videolarda görüşənədək sağ olun.